2020-ci ilin 27 sentyabrında başlanan müharibə 44 günə şanlı qələbəmizlə bitdi və 44 günlük vətən müharibəsi kimi tarixə mührünü vurdu. Bu zəfər xalqımıza inanılmaz sevinç bəxş etdi. Xalqımız təsviri mümkün olmayan qələbə sevinci yaşadı. Könüllər riqqətə gəldi. Rəssamlar fırçasını qırmızı rəngə daha çox salıb çıxartdı. Bəstəkarlar cəngi üstə bəstələnmiş musiqilərə bəs qədər yer verdilər. Qələm əhli dayanmadan, durmadan qələbəmizi müxtəlif janrlarda vəsf etdi. Həqiqətən də inanılmaz uğur idi. İmkansızı əldə etmişdik. İnsan əgər bir şeyi lap çox istəyirsə, Allah onu muradına yetirir. Ancaq təbii ki, haqqı olanı. Həmişə haqqı qoruyan Allah bu dəfə də sevdi bizim səbirlə 30 ildən çox dözməyimizi. Göstərdi öz qüdrətini, ol dedi. Əstirdi tam qələbə ruzigarını. 2023-cü il 20 sentyabrda 23 saat 43 dəqiqəyə bizə zəfər sevincini yaşatdı. Bəli, bu tam qələbə idi. Qarabağ işğaldan tam azad olmuşdu. Suverenliyimiz bərpa olunmuşdur. Zəfər zənguləsini yazmağı özümə borc bildim. İlk növbədə deyim ki, zənguləni yazmaq nə qədər çətin, zülümlü idisə, zəfər zənguləsini yazmaq ondan da çətin oldu. Çünki ermənilər iyrəncliklərini, qaniçici üsullarını bu 30 ildə bir az da təkmilləşdirmişdilər. Qələbəni elə belə havadan sudan alıb gətirib bizə səbətdə hədiyyə vermədilər. Vətən oğulları, igidlərimiz 18 yaşdan tutmuş ta general rütbəsini qazanmaq yaşına çatana qədər vətənə vicdanla xidmət edən hərbçilərimizin qanı can bahasına qazanılan zəfər idi. Yüzlərlə qızımızın barmağına nişan üzüyü taxılmamış qaldı. Döyüşçülərin, şəhid olan tankçılarımızın adlarını öyrənməkdə yardımcı olan 2-ci Qarabağ müharibəsi qazisi Ramin Şirinovun da dəstəyi mühüm amillərdən biridir. Mən məmnunam ki, Zəfər Zənguləsi romanımı böyük qələbəmizin bir illiyinə və qələbə ərəfəsində dünyaya göz açanlara çatdırıb hədiyyə edə bildim. Deyən yazıcı publisist Nüşabə Məmmədlinin özünü dinləyək. Can bazarı deyilən bir yer var. Orada necə övladlığa uşaq götürürlər. O cürə də analar öz təklifini edir. Vaxt itirmədən gənc gəlir həmin can bazarı deyilən yerə qeydiyyatdan keçir və bunu rəhbərlik ötürür analar olan otağa. Bir neçə dəfə gedib gələndən sonra öz seçimini edir, özünün fikrini deyir. Bunları görüşdürürlər, 2-3 gün bir-birlərini tanıyırlar. Nəhayət münsiflər heyətinin qarşısına çıxırlar. Münsiflər heyəti hüquqşünas, psixoloq və həkim bunlara sual verir, suallarını cavablandırırlar. 3-cü etap bunları öyrənmək üçün ki, düzgün cavab verirlərsə, yoxsa yox, necə demişdiklə də cavablandırır. Qadın da eyni cürə cavablandırır, ancaq deyir bir şərtim var. Şərtin nədir? Deyir ki, mən yoxlayacağam, qan analizi verdirəcəm. Deyir, neyirsən qan analizini? Deyir, yoxlayacağım, görüm o türkdür, türk deyir. Deyir, sana dəxli var onun türk olmamağının. Deyir, hə, türk olsun, mən onu öldürəcəm. Deyir ki, niyə o saniyini ki? Deyir, mən erməniyəm. Biz uşaqlıqdan gözümüzü açanda, ağlımız kəsəndə valideynlər bizdən şərt kəsir. Hər bir erməni 7 türk öldürməlidir. Soruşur ki, 6 türk öldürmüsən və qadın danışmağa başlayır. Görən qoca erməni qadın nə deyib, nə danışacaq? Əziz kitabsevərlər, bütün sualların cavabını Nüşabə Məmmədlinin Zəfər Zənguləsi kitabını oxumaqla tapa bilərsiniz.